əslində çətindir. Cənab Prezident Əliyevin səsləndirdiyi fikirləri nəyisə əlavə etmək çətindir. Çünki mən də artıq sadəcə təkrar etməyə məcburam. Bəli, Prezidentin söylədiyi mənim fikirlərimlə üst-üstə düşür. Biz dəyişən dünyamızda nələrin baş verdiyini görürük. Vacib olan isə orta dəhliz marşrutunu, Cənubi Qafqazın yeni logistika imkanları getdikcə daha da mühüm əhəmiyyət kəsb etməyə başladıqca regionumuz da mühüm Avropa İttifaqı üçün, Avropa ölkələri üçün mühüm əhəmiyyət daşımağa başlayır. Eləcə də uzaq şərq, eləcə digər ölkələr üçün də böyük əhəmiyyət daşıyır və çox paralel hadisələr baş verir. Yəni Mərkəzi Asiyada potensial quruculuğu və Asiyada da kifayət qədər öz potensialları istifadə olunmaqdadır. Azərbaycan da uzun illərdir ki, tranzit imkanlarını təmin etmək. Ümid edirik ki, Ermənistan da Azərbaycanın tranzit imkanlarından yararlanacaq. Çox sayılı alternativlər, bizneslər, insanlar üçün, onlar üçün daha faydalı, rentabelli olanları seçməyə imkan verəcək.